Salam uşaqlar. İlk mövzumuzun sırağını işləyək. Deməli, sual 1-dən başlayırıq. Deyir ki, düz xətli bərabər sürətlə hərəkət edən cisim O nöqtəsindən A nöqtəsinə 5 saniyə çatır. Həmin sürətlə A-dan B-yə neçə saniyə çatır? Deməli, deyir ki, O nöqtəsindən A nöqtəsinə 5 saniyə çatır. Baxaq görək O-dan A-ya nə qədər yol getmişdi bu cisim. Sürətini tapmaq üçün yazırıq. Qoy yer açaq. Biz sürəti tapmaq üçün yolu zamana bölməliyik. Yazaq. Deməli, nə soruşurdu bizdən? 5 saniyə çatır. Biz sürəti tapmalıyıq ki, çünki bu cisim deyir, bərabər sürətlə hərəkət edirik. Gedilən yolun zamana nisbəti. Gedilən yolumuz O-dan A-ya neçə metr gedib? 20 metr gedib. Və bizə verir ki, 5 saniyə gedib. 20-ni bölürəm 5-ə, eləyir 4 metr bölünsün saniyə. Deməli, bu cisim 4 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. İndi deyir ki, A-dan B-yə neçə saniyə çatar? Zamanı tapmaq üçün gedilən yolu, daha doğrusu yer dəyişməni sürətə bölürük. A-dan B-yə bu cisim nə qədər yer dəyişmə etmişdir? Son koordinat çıxılsın başlanğıc koordinat. Yəni son koordinat çıxılsın başlanğıc koordinat. Bölünsün sürət. Son koordinatımız 100, başlanğıcımız 20. Çıxanda bir-birindən eləyir 80 və 4 metr bölünsün saniyə sürətim dəyişmədiyindən cavabımız 20 saniyə olacaq. Deməli, cavab B variantı. İkinci suala baxıram. İkinci suala baxaq. Deyir ki, üstündə də yazaq. Deməli, sükunət vəziyyətindən düz xətli bərabər təcilli hərəkət edən cisim üçün cədvəlin zaman və sürət qiymətləri verilmişdir. Hansı zaman anında cismin sürəti 30 metr bölünsün saniyə olmuşdur? Bir dəqiqə uşaqlar, buranı tez silin. Nə deyir bizdən? Bir dəqiqə. Sükunət vəziyyətindən hərəkətə başlayır. Deməli, bizim V0-ımız bərabərdir 0. Və uşaqlar, diqqətli bir dənə baxaq ki, bir dənə biz sürətimiz, son sürəti tapanda nəyə deyirdik? V0 üzərinə gəlinsin, AT niyə üzərinə gəlinsin? Sükunət vəziyyətindən başlayır və sürəti get-gedə artıb, yəni yeyinləşən hərəkət edir. Deməli, yazırıq, bizim nəyimizi tapmalıyıq? Burada təcilimizi tapmalıyıq. Təcilimiz yoxdur. Yazıram ki, təcil bərabərdir sürət dəyişməsinin zamana nisbəti. Baxın, hər 2 saniyədir. Bax, 2 saniyə keçib, 2 saniyə keçib. Sürət dəyişməsi nə qədər artıb? 3, burada da 3. Deməli, hər sürət dəyişməsinin zamana nisbəti bərabərdir. Sürət dəyişməsimiz neçə oldu? 3. Zamanımız hər dəfə neçə artır? 2. Deməli, 3-ü 2-yə bölür. Eləyir 1/5. Təcilimizi tapdıq 1/5. İndi bizə deyir ki, başlanğıc sürətimiz zaten 0 idi. Yox idi sürətimiz. İndi biz buradan hansı zaman anında T-ni soruşur. Hansı zaman anında deyir, cismin son sürəti 30 olar. Baxaq. Bir dəqiqə. Təzədən yazacağım. Baxaq bir dəqiqə. Deməli, yazıram. Nə dedik? Dedik ki, V bərabərdir. V0 üzərinə gəlinsin AT. A-mızı tapdıq ki, neçədir? Sürət dəyişməsinin zamana nisbəti. Sürət dəyişməmiz neçə oldu? 3. Zamanımız da 2 artırdı. Yəni 1/5. Və bizə deyir, son sürətimiz 30 olsun. Bax, bu V-ni yerinə yazıram. 30 bərabərdir. Başlanğıc sürətim yoxdur, 0-dır. A-mız da neçədir? 1/5 vurulsun zaman. Biz buradan zamanı tapanda 1/5-ə, 30-u 1/5-ə bölürük. Vergüldən azad edirik. Cavabımız 20 saniyə. Deməli, ikinci sualımızın cavabı B variantı. Üçüncü sualımıza baxırıq. Üçüncü sualımızda deyir. Motorlu qayıq yolun 1/4-ni 24 metr bölünsün saniyə sürətlə. 1/4-ni. Deməli, ümumi yolun birinci halda ümumi yolun 1/4-ni getmişdir. Baxın, 1/4 S-ni getmişdir və nə qədər metr bölünsün? Sürətimiz neçədir birinci halda? 24 ilə getmişdir.
İkinci şərt də deyir ki, qalanını isə nə qədər yol qalıbdı? S2 halı necədir? Əgər 4də 1-i gedibsə, deməli 4də 3-ü qalıbdı. 4-dən 3-ü qalıbdı. 4də 3 esimiz və bunu da 8 metr bölünsün saniyə sürətlə gedib. İndi bizdə deyir ki, orta sürəti tapın. Biz bilirik ki, orta sürəti tapmaq üçün gedilən ümumi yolu ümumi zamana bölmək lazımdır. Uşaqlar, özümüzdən bir rəqəm deyək. Elə bir rəqəm deyək ki, ümumi yola. Bax, bu 4-ə ixtisar olsun ki, görürsünüz, zamanımız yoxdur. Zamanı tapmaq üçün. Ən rahatı 4 qoya bilərik. Bax, bu S-in yerinə 4 qoya bilərik, 8 qoya bilərik, 16 qoya bilərik ki, məxrəclə ixtisar olsun. Gəlin bir dənə özümüzdən rəqəm qoyaq 8. Deməli, deyək ki, ümumi yolumuz 8-dir. 8-ə böləndə, deməli, birinci halda 8-i 4-ə böləndə 2 metr yol gedib. İkinci halda isə 8-in ikisini gedibsə neçəsi qalıbdır? Deməli, 6 metrdə ikinci haldadır. Baxın, 8-i 4-ə bölürəm 2, 2 dəfə 3, 6 metrdə ikinci halda. İndi yazıram. Ümumi yolum mənim neçə idi? 8 qoydum da 8. Deməli, zamanı tapanda isə T1 üzərinə gəlsin T2. Necə tapıram onu? T1-ə baxın bir dənə. Bir dəqiqə. Yer açıb. Buradan da bir dənə yer açım. T1-i tapaq. Deməli, T1 bərabərdir. T1-imizi tapmaq üçün nə etməliyik? Biz bilirik ki, S bərabərdir VT. T-mizi tapanda S-i bölürük V-yə. S1-i V1-ə bölürük. S-imiz neçə idi uşaqlar? Birinci halda 2 metr. Bölünsün. V1-imiz neçədir? 24. Bax, bu bizim T1-imizdir. T2-ni tapaq. Neçə metr gedib? 6 metr ikinci halda. V2 neçə ilə gedib? 8 ilə gedib. Bunlar beləcə qalsın. Bunları ixtisar edeyim. 4-dən 3. Birinci halda isə 24-də 2-dir, yəni 12-də 1. İndi ümumi zamanı tapmaq üçün mən bunları toplamalıyam. Birincidə nə aldım? 12-də 1. Üzərinə gəlinsin 4-də 3. Bərabərdir. 12 ilə 4 ortaq məxrəc 12-nin özü. 12-ni 12-yə böldük 1, 4-ə də bölürük 3. 9 üzərinə gələn 1 eləyir 10. Bunu beləcə saxlayıram və yerinə qoyub həll edirəm. Deməli, yazıram. Yerim balacadır. Aha. Nə tapdıq? Tapdıq ki, orta sürət bərabərdir. Gedilən ümumi yolumuz neçə demişdik? 8 bölünsün. Məxrəcimi neçə tapdım? 12-də 10 bərabərdir. 12 qalxır yuxarı. 8 vurulsun 12 bölünsün 10. İxtisarlarımızı eləyək. 2-yə bölürük 4, 2-yə bölürük 5 bərabərdir. 12-ni 4-ə bölürəm. Eləyir 48 bölünsün 5 bərabərdir. 9 dəfə 5 45 eləyir. 9,6 metr bölünsün saniyə. Cavabımız C variantı. Bir də deyirəm, əsas bizim orta sürəti tapmaq üçün gedilən ümumi yolun ümumi zamana nisbətidir. Ümumi yol deyəndə özümdən bir rəqəm qoydum, 8 və T1 ilə T2-ni həmin o 8-ə görə tapıram, ümumi zamanımızı tapırıq, bir-birinə nisbəti cavabımız alınır. Dördüncü suala baxıram. Dördüncü sualda nə deyir bizə? Bir dəqiqə buraları təmizləyək. Dördüncü sualda deyir ki, VT qrafiki verir bizə, sürət zaman qrafiki. Deyir ki, şəkildə iki cismin sürət zaman qrafikləri verilmişdir. 15 saniyə müddətində getdikləri yolu tapın. Biz bilirik ki, VT qrafikində bizdən yolu istəyirsə, bu zaman nəyi tapmalıyıq? Biz fiqurun sahəsini tapmalıyıq. Fiqurun sahəsi. Baxıram ki, bu fiqur hansı fiqurdur? Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün 2-də 1 AH düsturundan istifadə edirik. Birinci qrafikə S1 dediyinə görə birinci S1-i tapaq. S fiqur birinci sahə bərabərdir. Baxın, birinci, bax, bu böyük olandır. Böyük olan. Katetlərin biri 15, digəri də 15.
15 vurulsun 15. 15 vurulsun 15 bölünsün 2. Katetlərin hasilinin yarısı bax 2-də 1 AH. Bir-birinə nisbəti istədiyinə görə belə saxlayıram. İkinci fiqur isə İkinci fiqur balaca olandır. Bax bu 10. Bir tərəfi 10, bir tərəfi 15 bölünsün 2. Bölünsün 2. Və bizə nə deyir? S1-i S2-yə böl. S1 bölünsün S2-ni tapmaq üçün nə edir? Riyaziyyatdan bilirik. Birinci olduğu kimi saxlanır, ikinci isə tərsinə vurulur. İndi S1-imiz neçə idi? Bax bu. 15 vurulsun 15 bölünsün 2. Vurulsun, ikincini tərsinə çevirirəm. 10 vurulsun 15 bölünsün 2. İkilərimiz gedir, 15'lər gedir. 15 bölünsün 10. Yəni cavab 2-də 3 Y variantı. Deməli uşaqlar 5-ci suala baxırıq. Deyir yol zaman grafikinə əsasən 5 saniyədə cismin getdiyi yolu tapın. Yenə baxırıq ki 5 saniyədə cismin getdiyi yolu. Qrafikimizə baxırıq ki ST-dən necə asılıdır? ST-dən düz asılıdır. Nə zaman ST-dən düz asılırdı? Sürətimiz sabit olarsa. Deməli biz sürəti tapaq. Ondan sonra 5 saniyədə getdiyi yolu tapa bilərik. Sürətimizi tapmaq üçün gedilən yolu zamana bölməliyik. Fərqi yoxdur. 2 saniyədə də 4 saniyədə götürsək eyni cavab alarıq. Çünki bərabər sürətlə hərəkət edir. Baxaq. 5-i bölürəm 2-yə. Edir 2/5. Baxın, onu da 4-ə bölsək yenə 2/5 olacaq bərabər sürətlə. Sürətimi tapdım. İndi gedilən yolu deyir tapın. VT qrafikindən, VT düsturundan sürətimiz neçə oldu? 2/5 vurulsun. Neçə saniyə deyir? 5 saniyə. Bərabərdir 12,5 metr yol edir. Cavabımız Y variantı. 6-cı suala baxıram. Avtomobil 72 km bölünsün saat, oğlan isə 2 metr bölünsün saniyə sürətlə hərəkət edirlər. Onlar arasındakı məsafə 440 metr olarsa, nə qədər müddətdən sonra görüşərlər? Deməli, biz burada ilk öncə nisbi sürəti tapmalıyıq. Nisbi sürət bilirik ki, qarşı-qarşıya bir cisim hərəkət edirsə, nisbi sürət toplanır. Ancaq 72 km bölünsün saatı, biz gəlin onu 72-ni metr bölünsün saniyə çevirək. Nə etməliydik? 18-də 5-ə vururuq. Kilometr bölünsün saatı metr bölünsün saniyə çevirmək üçün 18-də 5-ə vururuq. 18-dən 72 gedir 4. Cavab 20 metr bölünsün saniyə. Bizə nəyi soruşurdu? Nə qədər müddətə, yəni zamanı soruşurdu. Zamanı tapmaq üçün gedilən yolu nisbi sürətə bölürük. Nisbi sürətə bərabərdir. Gedilən yolumuz nə qədərdir? 440 metr. Nisbi sürət qarşı-qarşıya gələn nə etdik? Topladıq. 2 metr oğlan gedir. 20 metrdə arabacıq gedir. Deməli 20 və 2 cavab 22 metr bölünsün saniyə. Bunlar da gedəndə cavab 20 saniyə sonra görüşərlər. Cavabımız D variantı. 7-ci suala baxaq. 7-ci sualda deyir. Sürət zaman qrafikinə əsasən ilk 8 saniyədə ərzində gedilən yolu tapın. Bayaq buna oxşarını işlədik. Bax, eynən 4-cü ilə bərabərdir. VT qrafiki, VT qrafiki. Dedik ki, yolu tapanda nə etməliyik? Fiqurun sahəsi. Fikir veririk ki, bu fiqur hansı fiqurdur? Trapesiyadır. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqlarının cəminin yarısının hündürlüyünə hasili. Uşaqlar, oturacaq deyəndə şagirdlər həmişə bunu çaşır. Oturacaq məsəl üçün buranı götürür və yaxud da belə qrafik halında bilmir. Oturacaq həmişə bir-birinə paralel olan hissələrdir. Baxın, paralel olan hissə bir oturacağı bunun budur. Digər oturacağı da alt oturacağıdır. Bax, amma bununla, bu xətlə, bu xəttə bir dənə fikir verin, get-gedə kəsişir. Bunlar oturacaq ola bilməz. Oturacaq ola bilməz. İndi bir dənə buranı yenə təmizləyin bir dəqiqə. Aha. Kiçik oturacağımıza baxırıq. Bax, kiçik oturacağım. Yəni, buradan bura qədər olan məsafə nə qədərdir? S-imiz kiçik oturacaq 5. Üzərinə gəlsin. Böyük oturacağımız. Bax, buradan bura qədər olan məsafə 8. Bölünsün 2 uşaqlar. Vurulsun hündürlük. Bax, buradan bura o qədər olan məsafə. Yəni, 20. 2 ilə 20 gedir 10. 8-in üzərinə 5 gəlirik. Edir 13. 13, o da eləyir 130 metr. Cavabımız D variantı. 8-ci suala baxıram. 8-ci sualda deyir.
A-dan B-yə hərəkət edən trayektoriya əsasən yol və yer dəyişməni tapın. Biz bilirik ki, yol trayektoriyanın uzunluğuna deyir. Yəni mən nə qədər yol getmişəm? Baxın, A-dan qalxmışam yuxarı, sonra sağa, sonra bir də düşürəm aşağı və yenidən B nöqtəsinə gəlirəm. Mənim yolumu tapmaq üçün yolumuza baxaq. El hərfi ilə işarə elədiyinə görə el. S də ola bilər, el də ola bilər. Baxırıq, 4.5 qalxıb, 4.5 üzərinə gəlinsin, 15 üzərinə gəlsin. Uşaqlar, buradan bura verməyib 4.5, amma bilirəm ki, bərabərdir bir-birinə. Yəni, düşəndə aşağı yenə 4.5 metr, üzərinə gəlinsin 16 metr. Ümumilikdə mənim yolum 15, 16, 31, bu ikisi 9. Yəni, 40 metr yol getmişdir. Bəs mənim yer dəyişmə nədir? Başlanğıc və son koordinatı birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. Baxaq indi, harada başlamışdım? A-da. Harada bitdim? B-də. Bax, bunun uzunluğu 15 buradırsa 15 də bu. Deməli, ümumi uzunluğumuz neçədir? Ümumi uzunluğumuz, yəni yer dəyişməmiz 31 metr. Cavabımız 40 və 31, yəni C variantı. 9-cu suala baxıram. Düzxətli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik O2 oxunun əksi istiqamətində düzxətli bərabər sürətli hərəkətdir? ST-dən uşaqlar düzxətli bərabər sürətli hərəkət deyirsə, biz bilirik ki, S-in proyeksiyasının zamandan asılılığı düz xət olmalıdır. Düz xət. Bax, düz xət. Bizə nə deyir burada? X oxunun əksinə. Əksinə deyirsə bunları götürmürük. Bax, bu ikisindən birini axtaracaq. Baxaq və başlanğıc sürətdə demir. Bu da ola bilər, bu da ola. Hansı qrafik varsa görürsünüz. Cavab Y variantı. X oxunun əksinə, deməli, qrafikimiz Y variantı. Sonra keçək. 10-cu suala baxıraq. Deyir. X oxu istiqamətində, bir dəqiqə, yaxşı, bu üstündə yazaram, yox. X oxu istiqamətində 20 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 3-cü saniyənin sonunda cismin sürətini tapın. 3-cü saniyənin sonunda cismin sürəti. Biz bilirik ki, sürətimizin düsturu V bərabərdir. V0 üzərinə gəlinsin AT. Bizə nə deyir? 20 metr bölünsün başlanğıc sürətlə. Bax, bu başlanğıc sürətimiz 20. AT yenə hasil şəklində gördük. Hasil şəklindədirsə fiqurun sahəsi tapılırıq. Baxın, 3 saniyə ərzində bax, bu fiqurun sahəsi, yəni 6. Yazıram. V bərabərdir. Başlanğıc sürətim 20 üzərinə gəlsin. AT-miz neçə oldu? 6. Cavab 26 A variantı. 11-ci suala baxıram. Deyir ki, sürətin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimi olan cismin hərəkət müddətində neçə dəfə istiqamətini dəyişmişdir. Yadımızda saxlayaq ki, əgər VT qrafiki verirsə, bizə istiqamət dəyişməsi soruşursa, T oxunu neçə dəfə kəsir həmin oxlar? Neçə dəfə kəsir? 2 dəfə kəsir. Bax, bir burada kəsmişdir, bir də burada. Deməli, bu cisim 2 dəfə istiqamətini dəyişmişdir. Yox, əgər bizdən desə ki, bir dəqiqə, ağlam eləyim silim. Əgər bizə ST-də qrafiki desə uşaqlar, bir dəqiqə, mən silmək istəyirəm, bir dəqiqə buranı. Biz VT qrafikini dedim ki, VT qrafikində T oxunu neçə dəfə kəsirsə, istiqaməti də o qədər dəyişmiş olur. Ancaq bizə ST qrafiki verərsə, məsəl üçün belə bir qrafik verir. ST qrafikində isə təpə nöqtələrinə baxırıq. Təpə nöqtələrinin sayı qədər, bax burada 2 dəfə, 1 və 2. Təpə nöqtələrinin sayı qədər bu cisim istiqamət, bunu uzada bilərik, fərqi yoxdur. Yenə 2 cavabımız olacaq. Deməli, ST-dən asıllıq qrafiki varsa, bizim nə qədər neçə dəfə istiqamətini dəyişir, soruşursa, təpə nöqtələrinə baxırıq. VT qrafikində isə T-ni neçə dəfə kəsir, ona baxırıq. Deməli, 12-ci suala baxırıq. 12-ci sualda deyir.
12-ci suala deyib. Düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda nasıl qrafiki verilmişdir. Hansı zaman intervalında cismin təcilinin proyeksiyası sıfırdır. Biz bilirik ki, təcil nəyə bərabərdir? Sürət dəyişməsinin zamana nisbəti və bizə deyir ki, bu müsbət olsun. Nə zaman müsbət olsun? Zaman onsuz da müsbətdir. Zaman mənfi ola bilmir. Deməli, bizim sürətimiz müsbət olmalıdır ki, bizim təcilimiz müsbət olsun proyeksiyası. Sürət dəyişməsi nəyə bərabərdir özlüyündə? Son koordinat çıxılsın başlanğıc koordinat. Sizin lap yaxşı yadınızda qalması üçün belə deyim. Bu kəmiyyətin, bax bu düsturun müsbət olması üçün biz nə etməliyik? Həmişə böyükdən kiçiyə çıxmalıyıq da. Məsələn, özümdən bir rəqəm deyim. 5 çıxılsın 2. Görürsüz, müsbət alınır. İndi yerlərini dəyişsə 2 çıxaq 5 mənfi 3 alınır. Deməli, həmişə böyükdən kiçiyə çıxmalıyıq. Sondan başlanğıc deməli sonumuz həmişə nə olmalıdır? Müsbət olmalıdır. İndi baxırıq ki, bu qrafikdə sonumuzu müsbət axtarırıq. Bir-bir hamısına baxıram. Qoy bir dəqiqə bir-bir hamısına baxım. Birinciyə baxaq. 0 T1 zaman aralığında. Baxın, buradan özümüzə bir rəqəm qoysaq mənfidə yerləşir. Mənfi 2 deyək, burada 5 deyək. Biz nə dedik? Son çıx başlanğıc. Baxın, sonumuz nədir? Mənfi 2. Mənfi 2 çıxılsın 5. Nə alınır? Mənfi 7. Sürət dəyişməmiz mənfi aldı. Ola bilməz. A variantı getdi. B variantına baxaq. T1, T2. T1, T2-də sürət dəyişməmiz sıfırdır. Sürət dəyişməmiz sıfırsa, mən deməli bərabər sürətlə hərəkət edirəm. Təcillim yoxdur. Təcillim sıfırdır. T1, T2 aralığı da getdi. T2, T3 aralığına baxıram. T2 və T3 aralığına. Son koordinatımız 5. Çıxılsın. Başlanğıc koordinatımız mənfi 2. Uşaqlar, burada nə aldıq? Müsbət aldıq. Deməli, bizim sürətimizin proyeksiyası, təcillimizin proyeksiyası da müsbətdir. Cavabımız T2 və T3 olacaq. T3, T4-də də yenə baxırıq ki, sabitdir. Bərabər sürətlə hərəkətdir. Təcil sıfırdır. T4, T5-ə baxaq bir dənə. Nə dedim? Son çıx başlanğıc. Baxın, T5-də bu cismin sürəti nə olub? 0. 0 çıxılsın, yuxarıda bir rəqəmlə başlayıb 5. Cavabımız yenə alınır, mənfi 5. Deməli, böyükdən kiçiyə çıxanda müsbət almalıyıq ki, sürətimiz, təcillimizin də proyeksiyası müsbət olsun. Cavabımız T2 və T3. 13-cü suala baxıram. Düz xətli hərəkət edən cismin, mən bunların səhifəni məcburam tez-tez təmizləyəm, yoxsa yaza bilmirəm. Bax, gedir burada da. Böyük bir yer ayırım. Aha. Düz xətli hərəkət edən cismin sürətinin zamanın asıllığı V bərabərdir 5/4T şəklindədir. 4 saniyə ərzində cismin yer dəyişməsini tapın. Biz dedik ki, cismin yer dəyişməsi. Yer dəyişmə nəyə bərabərdir? Baxaq bir dənə. Deməli, uşaqlar, cismin yer dəyişməsini soruşur. Yer dəyişmə bərabərdir. S bərabərdir. 0T üzərinə gəlinsin, AT kvadratı bölünsün 2. Baxıram, başlanğıc sürətimə. Başlanğıc sürətim neçədir? Baxın, qrafik bir dənə bu tənliyi də yazaq. Hansı tənliyidir? V bərabərdir. V0 üzərinə gəlsin, AT tənliyidir. Yəni, sərbəst duran həddimiz 5 sürətdir. 5 vurulsun. Neçə saniyə deyir? 4 saniyə. 5 vurulsun 4 üzərinə gəlsin. Təcilimiz nədir? Baxın, T-nin qarşısında duran. T-nin qarşısında neçə durur? 4 durur. 4 vurulsun. Sürət zamanımızın yerinə yenə 4 kvadratı 16 bölünsün 2. 8. 8 dəfə 4. 4 dəfə 5 20. Üzərinə gəlsin. 8 dəfə 4 32. Cavabımız 52 metr. Yəni C variantı. 14-cü suala baxırıq. 14-cü sualda nə deyir bizə? Düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanla nasıl qrafiki verilmişdir. Biz baxırıq ki, ilk öncə sürətimiz hansı istiqamətə hərəkət etmişdir. Sürətimiz də x ox istiqamətində hərəkət edir. Deməli, bu cisim x ox istiqamətində hərəkət edir. Təcili isə x oxunun əksinədir. Deməli, bu cisim yavaşyan hərəkət edir. Dedik ki, təcil ilə sürətin işarələri eynidirsə,
işarələri eynidirsə, bu yeyinləşən, yox əksdirsə yavaşlayan hərəkət. Görürük əksdir. Biri müsbət, biri isə mənfi. Deməli nə oldu? Yavaşlayan hərəkət edir. Baxırıq və x ox istiqamətində yavaşlayan hərəkət. Baxın, B variantı x oxunun əksinə çıxdıq. X ox istiqamətində, baxın, get-gedə sürəti nə alır? Artır. Bizə nə lazımdır? Yavaşlayan çıxdıq. Bu bərabər sürətli də olmaz. Bu x oxunun əksinə də olmaz. Cavabımız A variantı. X ox istiqamətində bir dənə diqqətli baxaq. X ox istiqamətində yavaşlayan, get-gedə bax, sıfıra yaxınlaşır. VT qrafikində sıfıra yaxınlaşırsa bu cisim yavaşlayan hərəkət etmiş olur. Yəni cavabımız A variantı. Bir dənə təmizləyək. Təmizləyim. Baxaq 15-ci sualımıza. Nə deyir bizdə 15-ci sualda? Başlanğıc koordinatı 17 metr olan cismin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. 10-cu saniyənin sonunda koordinatını hesablayın. Uşaqlar, cismin koordinatını deyir. Əvvəlcə biz gəlin baxaq. VT qrafikində biz əgər fiqurun sahəsi mənfi nəzərə almadan toplayırıqsa yolu tapırıq. Bax, ümumi yolu tapanda S1 və S2-nin cəmliyidir fiqurların sahəsini. Əgər bizə yer dəyişmə deyirsə, işarəni nəzərə alırıq. Yox, yer dəyişmə demir, yolu deyilsə, işarəni nəzərə almırıq. Burada koordinat dediyindən uşaqlar, koordinat tapmaq üçün biz yer dəyişmədən istifadə edəcəyik. Son koordinat çıxılsın, başlanğıc koordinat. Biz əvvəlcə yer dəyişməni tapaq. Yer dəyişməni necə tapaq? 2 dənə üçbucaq var. Bir bu, bir də bu. Həmin üçbucağın sahəsini tapırıq. Birinci fiqurun sahəsi S1 bərabərdir. Kiçik, bax, bura, onun 6-ya 4 vurulsun. Buranın hündürlüyü 4 bölünsün 2 bərabərdir 8 metr. İkinci isə bu aşağıda, bunu da buradan tapıram. İkinci isə S2, o da yaxşı olmadı. S2 bərabərdir. Baxın, bu katet vurulsun, bu katet. 6 vurulsun, mənfi 6 işarəni nəzərə almalıyam. Çünki biz yer dəyişməni tapırıq. Bölünsün 2. 6 dəfə 6, 36, 2-yə də bölündü 18. Amma nə? Mənfi 18. Deməli, biz toplayaq cəmini bunun. Deməli, yer dəyişməni tapanda fiqurları bax topladıq. 8 üzərinə gəlsin, mənfi 18. Cavabım mənfi 10. İndi gəlin bu S-in yerinə, bax, bu S yer dəyişmənin yerinə nə yazacağım? Mənfi 10 yazacağım. Yazıram, mənfi 10 bərabərdir. Son koordinatı məndən soruçurdu. Çıxılsın, başlanğıc koordinatım neçədir? 17. X bərabərdir. Neçə olacaq uşaqlar? 27. Düzmü dedim? Baxın bir dəqiqə, 27. Bir dənə buradan X-i tapım. X bərabərdir. X0 üzərinə gəlinsin S. S-im nə oldu uşaqlar? Bir dəqiqə buranı sileyim. Baxaq. X bərabərdir. X0-ım neçə oldu? 17. Üzərinə gəl. Yer dəyişməm neçə oldu? Mənfi 10. Bərabərdir 7 metr. Deməli, mənim başlanğıc koordinatım neçə oldu? 7 metr. Son koordinatım daha doğrusu 7 metr. Yəni 10-cu saniyənin sonunda mən hardayam? 7-ci koordinatda durmuşam. Baxalım 16-cı suala. Metr bölünsün saniyənin kvadratı sadə sualdır. Təcilmizin vahididir. Təcil, yəni cavab C variantı. 17-ci suala baxıram. Durğun sudakı sürəti 10 metr bölünsün saniyə olan qayıq çayın axınına qarşı 10 saniyə ərzində 80 metr yol qət edir. Çayın axın sürəti tapın. Uşaqlar, durğun sudakı sürəti deyirsə, bu qayığın elə öz sürəti. Durğun sudakı sürət qayığın elə öz sürəti deməkdir. 10 metr bölünsün saniyə. Bizə nə deyir? Və qayığın çayın axına qarşı. Axına qarşı deyirsə S bərabərdir və qayıq çıxılsın və çay. Sanki onun sürətini azaltmağa çalışır. Axına qarşı deyirsə. Yox, axınla eyni istiqamətə deyəndə artıq biz burada toplayardıq. Deməli, nə qədər yol gedib? 80 metr yol gedib bərabərdir.
Qayığın sürətini dedik ki 10'dur. Çayın sürətini bilmirəm, axtarıram. Vurulsun zamanımız 10 saniyə. 10 çıxılsın və çayın sürəti bərabərdir 8-ə. Çayın sürəti buradan bərabərdir 2 metr bölünsün saniyə. Cavab A variantı. 18-ci suala baxaq. Düz xətli hərəkət edən iki maddi nöqtənin koordinatının zamanla asılı qrafiki verilmişdir. K nöqtəsinə uyğun zaman anında. Baxaq. Birinci. Cisimlər görüşərlər. Bəli, x-in t-dən asılı qrafikdir. Ona bir dənə diqqət eləyək. T zamanında hər ikisi 2x koordinatındadır. Hər ikisi 2x koordinatındasa, deməli bunlar yan-yana, eyni yerdədirlər. Deməli cisimlər görüşərlər, doğru. Cisimlər arasındakı məsafə sıfıra bərabərdir. Doğru. Əgər cisimlər eyni yerdədirsə, hər ikisi, birinci və ikinci hər ikisi eyni yerdədirsə, onlar arasındakı məsafə sıfıra bərabərdir. 2 də doğru. Cisimlər arasındakı məsafə sıfırdan fərqlidir. Yanlış. Olmaz. Cisimlər eyni istiqamətə hərəkət edirlər. Baxaq, uşaqlar, baxın, buna birinci deyək. Birinci x oxu istiqaməti ağzı yuxarıdır. X oxu istiqamətindən, amma ikinciyə baxırıq, ağzı aşağıdır. X oxun əksinə. Eyni yox, əks istiqamətinə hərəkət edir. Deməli, cavabımız nə oldu? 1, 2, 5. 19-cu suala baxırıq. On 9-cu sualda nə deyir? Düz xətlə hərəkət edən cismin yerləşməsinin proyeksiyasının zamandan asılılığı, tənlikləri və ifadələr arasındakı uyğunluğu müəyyən edin. Baxırıq. Birinci A-nı oxuyaq. Cisim x oxunun əksi istiqamətində hərəkət edir. Biz dedik ki, əgər cisimin x oxunun əksi istiqamətdə deyilsə, birinci S-in tənliklərini yazaq. Hansı tənlikdir bu? S bərabərdir V0 üzərinə gəlsin. AT kvadratı bölünsün 2. Sürətimiz harada durur? T-nin qarşısında. Biz bilirik ki, sürətin işarəsinə baxaraq deyərək bilərik ki, x ox istiqamətindədir, yoxsa əksinə. Baxın, nə deyir? Əksinə deyir. Əksinə olanda nə olmalıdır? Mənfi. Baxaq ki, T-nin qarşısında harada mənfidir? Üçüncüyə baxırıq, üçüncü T-nin qarşısındakı mənfi 20-dir. Deməli, A gedir 3-ə. İkinci sual oxuyuruq. Cisim bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkət o hərəkətdir ki, təcil və sürətin işarələri əks olsun bir-birinə. Biri müsbət olanda biri mənfi olsun. İkinciyə baxırıq. Bax, T-nin qarşısındakı sürət müsbətdir. Müsbətdir. T kvadratın qarşısında duran təcil isə, təcilimiz burada 4-dür. Təcilimiz isə mənfiyə bərabər. Deməli, bu cisim bərabər yavaşlayandır. B-yə bura gedir. Üçüncü, cisim bərabər yeyinləşən hərəkət edir. Yeyinləşən təcil və sürətin işarələri eyni olmalıdır. Üçüncüyə gedir C. Hər ikisi mənfidir. D-yə baxıram. Cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətlə baxırıq birinciyə gedir. D bura gedir. Cisim sükunətdədir. Bunu deyə bilmərik. Heç bir halda cisim sükunətdə olduğunu deyə bilmərik. Y heç birinə aiddir. Deməli, nə oldu? 1D, 2B, 3AC. 20-ci suala bir dənə də baxaq. Sonuncu sualımızdır. Düz xətli bərabər təcili hərəkət edən cisim 7-ci saniyədə 39 metr yol getmişdir. Başlanğıc sürətimizdə 0 verib. N-ci saniyə düsturumuzu yadımıza salaq. Sn bərabərdir. A bölünsün 2, 2n minus 1. Mən burada nəyi tapmalıyam? Təcili tapmalıyam. 39 bərabərdir. Təcilimi bilmirəm. Bölünsün 2. 7-ci saniyədə N-in yerinə 7 yazıram. Yəni 7-ni 2-yə vuram 14. 14-dən də 1 çıxıram 13. 13 ilə 39 ixtisar gedir. Bu da qalır 3. Deməli təcilimizi bizə verir 6. Sonra nə deyir? 7-ci saniyədə də getdiyi yolu. Yolumuzun düsturunu bir dənə yadımıza salaq. V0t üzərinə gəlinsin. AT kvadratı bölünsün 2. Ancaq mən bilirəm ki V0 sıfırsa bu kəmiyyət sıfıra bərabərdir. Bərabərdir. A-mızı, təcilimizi aldıq 6, vurulsun, 7-nin kvadratı 49, bölünsün 2. 6 ilə 2 ixtisar gedir 3, bərabərdir. 9 dəfə 3, 27, 7 yazırıq 2 da 147 metr yol getmiş olur. Bu qədər 20-ci sualın ilk sınavımız bitdi. Təşəkkürlər izlədiyiniz üçün.